təkrar əməliyyatımızda ikinci dəfə keysəriyyə kəsiyi əməliyyatına gedirik. Riskli əməliyyatlar sırasındaydı. Çünki hamiləliyimiz bir balaca riskli keçib, yataq rejimində riayət eləmişik, vaxtalanma ilə bağlı problemlərimiz olubdu. Amma bundan əvvəl bizim qızımızla keçmişə dayanıqlı bir hekayəmiz var. Evdəki balaca balamız neçə yaşı var? 2 yaşı var. 2 yaşında o balamızın dünyaya gəlməsi üçün biz bir il müalicə almışıq. Yəni 7 ildən sonra qızımız hamilə qalıbdı ilk hamiləliyinə. Bizdə məqsəd nədir? Məqsəd odur ki, baxın 7 ildən sonra özündən soruşuram ki, nə qədər müalicə almışıq? Deyir, çox müalicə almışıq. Yəni bir il müalicə almışıq. O çox dediyimiz bir ildir. Müalicələr aldıq. Nə idi problem? Falikulum yetişirdi, amma partlanmırdı. Yoldaşımda da var, kastintamar var idi. Müalicələr olubdur həm yoldaşına, həm özündə polikistozla bağlı problemləri idi. Bugünkü gündə artıq ikinci balamızı dünyaya gətiririk. 7 il sonsuzluq üçün çox demək deyil əslində. Çünki qızlar bax belə olur ki, hövsələləri daralırlar, bir ay, 2 ay müalicə alırlar, ondan sonra fikirləşirlər, əşya onsuz da bu müalicələrin effekti yoxdur. Tez qaçaq gedək, ya süni mayallamaya, ya müəyyən bir hallarda hətta ailələrin dağılmasına gətirib çıxardır. Ona görə də əziz xanımlarımız, sonsuzluq müalicəsi olmayan bir vəziyyət deyil. Sonsuzluq müalicəsi var. Sonsuzluq diaqnozu qoyulubsa o demək deyil ki, bu çarəsizlikdir. Sadəcə sonsuzluğu yaradan səbəbi tapmaq lazımdır və onu müalicə edəndən sonra əlbəttə ki, tam sağlam körpə dünyaya gətirə bilərik.